2025-2026-cı tədris ili üçün ölkəmizdə ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində data analitikası ixtisasının açılması planlaşdırılır. Bu barədə Baku TV-yə açıqlamasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat verib. Data analitikası müasir dövrün ən populyar və əmək bazarında ən tələb olunan ixtisaslarından biridir. Bu ixtisasın açılması ilə bağlı Bakı Ali Neft Məktəbi bir neçə ildir hazırlıq aparırdı. Partnyor universitetimizlə birlikdə artıq bu sahədə tədrisə başlamağa tam hazırıq deyə rektor bildirib. Həmçinin onu da qeyd etmək istərdim ki, Bakı Ali Neft Məktəbi Azərbaycan universitetləri içərisində ən prestijli universitetlərdən biridir. Və sizcə başqa hansı universitetlər prestijli hesab olunur? Cavabınızı şərhlərdə qeyd edin. Statistikaya əsasən demək olar ki, məzunların məşğulluq səviyyəsi 100%-dir. Ötən ildə formalaşmış keçid ballarını sizə təqdim edirik.